100 media adından hər birinizi salamlayıram. Bugün Talk Show-nun növbəti bir buraxışı ilə qarşınızdayıq. Bugünkü qonağımız Cənub regionunda tanınmış gənc müəllimimiz Amid Bağırlıdır. İlk öncə sizi bizim bu buraxışımızda görməkdən çox şadıq. Çox sağ ol, təşəkkür edirəm. Sizi tanımaq istəyərdik, özünüzdən zəhmətinizi bəhs edərdiniz. Deməli, Bağırlı Amid Natiqoğlu, 1992-ci ildə Lənkəran şəhərində anadan olmuşam. Tam ali təhsilliyəm. Bakalavr Lənkəran Dövlət Universiteti, magistratura isə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişəm. Fəaliyyətim də göz qabağımdadır. Tələbələr cəmiyyətə yetişdirmək və özümü elmi idarədə işləyirəm, məqalələr yazmaq. Bir sözlə gəncliyə yaxşı töhfələr verməkdir məqsədim. Əlbəttə ki, sizin hal-hazırda yetişdirdiyiniz tələbələr bu dəqiqə ali məktəblərdə magistratura səviyyəsinə qəbul olan tələbələr də var ki, biz gənclər arasında bunları tanıyırıq və həmişə də sizin adınızı qeyd edirlər. Regionumuzda qısa müddətdə çox populyar bir müəllimə çevrilmisiniz. Mənim maraqlı olan bir sual odur ki, sizi ilk öncə, yəni gəncliyinizdə müəllimliyə həvəsləndirən nə oldu? Sual verirlər də, böyüyəndə nə olmaq istəyirsən? Həqiqətən də hədəfim müəllim olmaq istəyib, amma müəllimliyi oxumamışam. Mən universitetin bakalavr ixtisasında müəllimliyi deyil, magistr ixtisasında müəllimliyi deyil, sadəcə sevgi müəllimliyi olubsa, yəni bu gənclərlə işləmək olub. Düzüm, özü vaxtı 22 yaşından müəllimliyə başlamışam, özüm də gənc olmuşam. İlk dəfə dərsə girəndə mənim dəstəklədiyim insanlar hamısı məndən yaşda böyük idilər. Sadəcə saçını tökülüb deyə biraz yaşlı görsənirdim. Təsadüfi yaş məsələsi keçəndə dedim, uşaqlar, sizcə mənim neçə yaşım var? Dedilər, müəllim, olar da 30, 32. Dedim, xeyr, mənim 22 yaşım var da. Ola bilirsiniz, müəllim, siz bizəndən balacaqsınız, bizə dərs deyirsiniz. Bəs maraqlı belə bir məqam alındı. Sevgim var bu sənətə həqiqətən. Yəni bəzən ağlıma girir ki, gedim riyaziyyat müəllimliyi oxuyum, riyaziyyat dərs edim. Yox, sonra fikirləşirəm ki, yəni bəlkə də gələcəkdə ola bilər. Bəli, buradan yaranıb sevgim. Biz də həmişə müəllimlərimizdən, böyüklərimizdən eşitmişik ki, ümumiyyətlə gələk hansısa bir işi daha peşəkar görmək üçün o işi sevəsən. Hələ məncə də bu işin məşhur olmağının, populyar olmağının ən əsas səbəblərindən biri işi sevərək etməyinizdir. Amid bəy, müəllimlik haqqında çox danışdıq. Mənim üçün çox maraqlı olan bir məqam da ondan ibarətdir ki, sizin üçün müəllimlik nədir? Müəllimlik deyəndə sizin üçün nə ifadə edir? Belə bir fikir bildirərəm ki, müəllimlik sanki bir şama bənzəyir. Şam digər şamları yandıra-yandıra yavaş-yavaş əriyir də. Müəllimlik ömrü də belə bənzəyir ki, belə deyək də, psixoloqu da müəllim yetişdirir, prokuroru da müəllim yetişdirir, həkimi də müəllim yetişdirir. Yəni hər şey müəllimin əlindən gedir. Bizi də müəllim yetişdirir, biz də kimisə yetişdiririk. Yəni mənim üçün müəllimlik bir şama bənzəyir. İşıqlandıqca yavaş-yavaş əriyir gedir. Təbii ki, bir müəllim olaraq günümüzdə gənclərlə işləyirsiniz və mənim üçün maraqlı olan suallardan biri də budur ki, günümüzdəki gənclik sizin üçün hansı fərqlərlə tanınır? Yəni ən çox hansı tərəfini sevirsiniz yeni gəncliyin? Deməli, müasir gəncliyin sevdiyim və sevmədiyim tərəfləri deyə bilərəm. Sevmədiyim tərəflərindən biri tez həvəsdən düşmələridir bunların. Bunlarla çox şahid olmuşam. Sanki elə bir ki, ağır yük qaldırıblar, dərsə gəlib, salam aleyküm salam, qaşqabaqla gəlib, nə olub, nədir problemin? Problemim yoxdur. Heç yorulmuşam müəllim, bezmişəm. Deyirəm, nədən bezmirsən, nə olur? 2 uşağım var, deyir, yox. Hətta qızlara zaraf edirəm, qaynanan səni bezdirib, deyir, yox, heç şey olmur. Deyirəm, nədən bezmirsən, motiv olmaq lazım. Hamımız o yolu gəlib keçmişik. Bura gəlib, mən bu gün oturmuşamsa, mənə kimsə bura təyin eləməyib. Əzablı yollar olub. Mən də hazırlaşmışam, sən də hazırlaşırsan. Sən də imtahan verib uğurlar qazanacaqsan, mən qazandığım kimi. Bu etap olmaq lazımdır. Sevdiyim tərəf odur ki, sual verirəm, sualın cavabını çat gibi atıb 2 dəqiqə tapırlar. Bunlar süni intellekt dövründə yaşayırlar da. Yəni sevdiyim tərəfi budur. Yəni bunlar daha dünya görüşdürdülər. Məsələn, mənim bəzi bilmədiyim şeylər var, bunlar daha çox bilirlər. Məsələn, elektronika bağlı ola, telefonla bağlı ola bir şey var. Yəni bunlar müasir gənclər necə deyirlər, daha inkişaf etmişdilər. Bu da bizim fəxrlərimizdir. Müəllim, gördüyünüz kimi hal-hazırda auditoriya qismində bir çox gənclərimiz sizi dinləyir. Mən düşünürəm ki, gənclər arasında sizə sual vermək istəyən, sual ünvanlamaq istəyənlər var. Buyuraq gənclərimizin suallarını dinləyək. Salam müəllim, xoş gəlmisiniz. Mən Şahmarlı Eldost, Lənkəran Dövlət Universiteti Tarix Coğrafiya ixtisasının 5-ci kurs tələbəsiyəm.
Sizə 2 dənə sualım olacaqdı. Birinci sualım ondan ibarətdir ki, siz bir məntiq müəllimi kimi uşaqlara tədris edərkən dərsi nəyi fərqli edirsiniz digər məntiq müəllimlərindən ki, uşaqların hamısının ilk növbədə seçimi sizin kimi bir repetitor olur. Çünki məntiq dərsindən uşaq hazırlayan bir çox müəllimlər var. Siz hansı xüsusi metoddan istifadə edirsiniz ki, bu testlə işləmə ola bilər, sırf şəxsi sual-cavab ola bilər, uşaqlarla fərdi məşğulluq ola bilər, bir çox üsullar var da. Siz nəyi istifadə edirsiniz, nəyi xüsusi edirsiniz ki, sizi seçirlər, digər müəllimləri yox? İkinci sualım isə ondan ibarət olacaqdı ki, bir məntiq kursunu maksimum sürətli keçərək nə qədər vaxta başa vurmaq olar? Bu qədər. Eldostun suallarına qulaq asdım. Birinci, ikinci suala cavablandırmaq istəyirəm ki, müddət 3 ay bəs eləyə bilər. Amma 3 ay müəllimi sənə verdiyi tapşırıqlardan başqa özün də çalışmalısan ki, 3 ay sən onu 4-5 ay kimi, yəni elə bil ki, 5 ay müəllim hazırlığa gedir, amma bizim müddətimiz 3 aydır da. Amma sən özün çalışsan, yəni sanki elə bir 6 ay kimi çalışmış kimi oldun da. Yəni 3 ay bəs edər. Birinci suala gəldikdə isə özümə qurban məsələsi çıxır ki, yəni mənim də özümü burada tərifləməyim. Onun mənim burada tələbələrim iştirak edirlər. Onlardan cavablandırsa daha yaxşı olar deyə düşünürəm. Amma mən sanki tələbələrimə öz doğma qardaşım, xalam oğludur kimi yanaşıram. Birinci bunu belməyə etmişəm ki, yəni bunlar mənim qohumlarımdır. Mən də istəyirəm ki, onlar yaxşı nəticə verməsi üçün birinci onlar doğmalıq, istilik göstərirəm. Yəni deyirəm ki, sən magistr olmusan, səninlə bərabər mən də magistratura girəcəm. Belə onlara belə yanaşıram. Yanaşma tərzim bu olur ki, biz ikimiz döyüşürük, sən tək döyüşmürsən və ikimizin qarşılığı nəticəsində bu uğur əldə etmək olur. Yəni mənim siyasətim bu olur. Yəni ona görə İndi 10 insandan 9-u məni seçirsə sağ olsun, seçmirsə də sağ olsun. Amma hədəfim bu olur da. Amma tələbələrim burada iştirak edir, onların fikrincə daha mən necə görsənim, özümə də maraqlı olar. Əvvəlcə hamınızı salamlayıram, Fərid bəy və Amid müəllimi. Amid müəllim bizə həm məntiqi daha yaxşı öyrədir və məntiqi həm həyatda, həm də magistr imtahana hazırlaşmaq üçün öyrədib. Amid müəllim həm də bizə mənəvi cəhətdən dəstək göstərir ki, məsələn, birinci magistr qəbul imtahanında kəsilən tələbələr oldu ki, onlarla məsələn, motivasiyadan düşdü, ikinci şansa hazırlaşmaq istəmədilər və bu baxımdan müəyyən depressiyaya düşdülər. Amid müəllim isə həm mən öz şəxsən onlara yaxınlaşdı və onları nəzərində saxladı və bir onlara yazdı və axtardı, üzbəüz canlı formada danışdı və onlara motivasiya gətirdi ki, ikinci şansa daha yüksək səviyyədə hazırlaşsın. Bu baxımdan Amid müəllimə təşəkkür edirəm və bizə dəstək olduğu üçün, hər şey üçün çox sağ olun. Əvvəla hər kəsə salamlayıram. Mən Lənkəran Dövlət Universitetinin kimya biologiya ixtisası tələbəsi, 5-ci kurs tələbəsi Rami Mirzəcanov. Müəllimin tələbələrindən biriyəm. Müəllimin də dediyi kimi tələbələrlə arasında çox güclü səmimiyyət var. Təhsillə bağlı hər bir probleminə həll tapır. Bundan əlavə olaraq bizim özümüzdən daha çox bizim üçün çalışır. Bizim bəzən məsuliyyətsizlik eləyirik, bəzən dərsə zəif yanaşanda çox ciddi rejimə də keçə bilir. Yəni həm böyüklük eləyir, həm qardaşlıq eləyir, həm dostluq eləyir. Bir müəllimdən daha artıqdır bizim. Salam, mən Turab Əliyev, Lənkəran Dövlət Universitetinin 3-cü kurs tələbəsiyəm. Amid müəllimin tələbəsi deyiləm, sadəcə olaraq qardaşım Amid müəllimin tələbəsi olub və magistr təhsilində bitirib. Mən özüm magistra hazırlaşmaq istəmirdim. Sadəcə olaraq qardaşım deyir ki, magistra hazırlaş. Lakin mən deyirdim ki, yəni məntiqi öyrənə bilməyəcəm və digər fənləri. O isə məsləhət gördü ki, məsələn, Amid müəllimin yanına getsən, sənə məntiqi sevdirəcək və mən ona qayıtdım, digər sualı verdim ki, məhz nəyə görə Amid müəllim, digər məntiq müəllimlər də var, yəni tələbələr yüksək nəticə ilə qəbul olanlar da var. O isə müəyyən bir şərtdədir ki, ilk növbədə Amid müəllim fəndi tələbəyə sevdirə bilir, yəni məntiq fəndini tələbəyə sevdirir. İkinci isə müəllim tələbə ilə müəllim kimi deyil də bir dost kimi, yəni elə bir münasibət yaradır ki, tələbə bütün sualları müəllimə sual verməyə çəkinmir və istədiyi sualı verə bilir və üçüncü isə bir məqsədi var ki, tələbənin magistr pilləsinə qəbul olması, yəni ki, hər hansı bir tələbədən maddiyyat qarşılığında bir şey gözləmir. Mən Jayla Şahmarova, Lənkəran Dövlət Universitetinin tələbəsiyəm, eləcə də könüllü fəaliyyətimdəyəm. Belə ki, ilk olaraq sizə gəldiyinizə görə təşəkkür edirəm. Sualım bundan ibarətdir ki, ümumiyyətlə gənclər, tələbələr arasında magistratura, eləcə də dövlət qulluğuna hazırlaşanların beynində, eləcə də özündə bir şüuraltı fikir var ki, humanitar yönümlü olan gənclərdə, tələbələrdə məntiqi qavrama, məntiqi öyrənmə daha zəifdir. Bir növ belə göstərilir ki, texniki fənlərə yönələn tələbələrdə daha güclüdür məntiq.
Mən özüm də humanitar fənn yönümlüyəm və məntiqdə barədə çətinlik çəkirəm. Bu nə dərəcədə doğru və realdır ki, humanitar fənlərə yönümlü olan gənclər biraz zəif qavrayır məntiqi? Mən Jalə xanımın fikirlərinə 50% razıyam, 50% razı deyiləm. Razıyam ki, humanitar yönümlü humanitarda oxuyan tələbələr məntiqi təfəkkürü testlərdə zəif çətinlik çəkirlər. Onun da səbəbi nədir? Onlar tarix əzbərləyirlər. Bəli, əzbərçilikdir. Amma məntiq əzbərçiliyi sevmir, düşüncəni sevir. Amma mənim bəzən elə humanitar tələbələrim olub ki, amma çox yaxşı, çox möhtəşəm nəticə göstəriblər. Çalışmaq lazımdır da. Çalışsız uğur qazana biləcəksiniz. Bəli, sağ olun. Salam. İlk öncə sizi salamlayıram Amid müəllim. Mən Lənkəran Dövlət Universitetinin tarix müəllimliyinin 3-cü kurs tələbəsi Samirxan Quliyev. Sizə belə bir sualım olacaq ki, magistr pilləsinin tələbələrə hansı əhəmiyyəti daşıyır, belə deyim? Deməli, suala cavab olaraq onu qiymətləndirim ki, deməli, magistratura pilləsi gənclər həyatında nə kimi əhəmiyyət var? Sualı belə qoysaq, ümumiyyətlə bilirsiniz ki, bakalavr təhsil var, sonra gəlir magistr təhsil, sonra gəlir doktorantura və dissertantura var. Məsələn, hər hansı bir şəxsin universitetdə işləmək arzusu varsa, bakalavr təhsilindən onu götürə bilərlər. Mənə orada texniki işçilər olur. Amma magistratura təhsili qutarandan sonra siz universitetdə müəllim kimi fəaliyyətə başlaya bilərsiniz. Bir də mən sizə dedim ki, magistratura hazırlaşanda məntiq fənnidir, informatika fənnidir, bir də xarici dil olaraq ingilis dili, rus dilini seçə bilərsiniz. Onların sizin həyatınızda daha çox önəmli olur. Hər bir gənc qutarır, universiteti qutarır, çox gözəl. Sizin kimi minlərlə insan qutarır, diplomunuzu aldınız. Hər hansı banka gedirsiniz imtahan verməyə, düzdür, sizi belə götürmürlər. Siz ən azı orada bankda, informatikada və məntiqdən imtahan verirsiniz. Amma magistratura hazırlığı dövründə bunu zaten öyrənmisiniz də və bu sizin qarşınıza çıxır. Yəni, hər hansı bir dövlət qurumları ola bilər, hər hansı bir özəl sektor ola, oradan magistr diplomu vacib sayılır. Yəni, mən adam görmüşəm ki, 40 yaşında salam müəllim, hazırlığa gəlmək istəyirəm. Özümə də bir əqrəbə gəldi ki, 40 yaşında nə hazırlıq? Deməli, buna magistr diplomunun əhəmiyyəti var. Maqam var da, yer var. Kiminsə həyatında bu rolu olur, kiminsə həyatında rolu olmur. Yəni, o indi gələcək həyatdan asılıdır. Bu belə cavablandıra bilərəm sənin sualına. Əvvəla sizi salamlayıram, xoş gəlmisiniz. Mən özümü təqdim edeyim. Özüm də müəlliməm, həm də şəf işləyirəm, yəni powerəm. Sualım ondan ibarətdir ki, məntiqi seçmisiniz, məntiq müəllimliyi seçmisiniz. Yusuf bəyə suala görə təşəkkür bildirəm. Belə deyim də, Yusuf bəy, mənim uşaqlıq arzum riyaziyyat müəllimi olmaq olub. Amma mən getdiyim 2-ci qrupda hazırlıq dövründə riyaziyyat orada ixtisası olmadığı üçün və oradan yavaş-yavaş biz də o vaxtda magistratura hazırlaşanda məntiq fənninə imtahan vermişik. Sanki riyaziyyatı orada görmüş kimi mənə çox doğma gəldi. Yəni necə deyirlər, o gün bu gün. Belə oldu. Oradan sevgim oradan yarandı. Son olaraq müəllim, mən özümdə bir gənc olaraq həm buradakı gənclərə, həm də ki, ekran vasitəsilə bizi izləyən gənclərimizə bir müəllim olaraq tövsiyələrinizi eşitmək istəyərdik. Buradan gənclərə tövsiyəm, daima təhsillərini artırsınlar. Bakalavr olanlar magistr, magistr olanlar doktorant olsunlar. Həyata baxışları ümidli olsun. Yəni çalışsınlar, vuruşsunlar. Təbii ki, onlara daş atan da olacaq. Özləri yıxılmağı da olacaq. Bu olan bir şeylərdir, həyatı bir şeylərdir. Amma sonuçda onlara uğur gözləyir. Bir də bunu bilsinlər ki, hər bir uğurun arxasında böyük bir zəhmət durur. Bunu bir yadınızda saxlayın. Məndən sizə ən böyük nəsihət. Müəllim, iştirakınız üçün, Qızıldan dəyərli vaxtınızı ayırdığınız üçün və eyni zamanda təbii ki, bizim kimi gənclərə bu gözəl tövsiyələri, töhfələri verdiyiniz üçün sizə xüsusi olaraq təşəkkür etmək istəyirəm. Bugün sizinlə birlikdə olmaq çox şad idi. İnşallah növbəti bölümlərdə də biz başqa bir qonaqlarla sizin qarşınızda olacağıq. Videomuzu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Növbəti videolarda görüşmək ümidi ilə. Sağ olun.